kitabındadır bizanın bunu oxusunuz oxu. Yine deməli Əmrahın nağılındadır. Əmrah gedib səyəklərini öz əmsi qızı Səlminaz xanıma nişanlı olaraq gedib səyəklərini gətirib evlənib. Qız ocaqda oğlanla onunla Səlmi xanım gedim ya bir arada görün bir vaxt tapıb bitəri eləyib. Əmin oğlu getdiyi qıza bir tamaşa eləyib görüm, həmin əmin oğlu necədir, yaxşıdır, bu xəstəyər, bir. Həmin görüm getdiyi qız məndən qəşəkdir, ona yaraşandır. Ta eləyib, özünü evin düzünə, bağın gülşəsinə dardı eləyə sarana kimi Səlmi xanım özünü saxlaya bilmir, hönkürtür, başdırmır. O saat Beçara Əmrahın qulağı ağır ki, eşdə hönkürtü var, ağlamaq səsi gəlir. Bu adamda anası çay getirir, oğlunu sosun çay için. Dedənə çaydan qabaq bir kəlmə xanə sözüm var, deyim ağrın alımana başını verim. Oğul deyinə də gəlsən ki sən hamısını artıq demişsən. Canım ana, gözüm ana, ana gör ağlayan kimdir? Sana qurban özüm ana gör ağlayan kimdir? Beçara anasını vurmur, deyir oğul uşaqdır. Oyunur, ayağını dolaşdı. Xəstə ağlar, nardan ötürür. Yar ağlayar, yardan ötürür. Ana gör ağlayan kimdir? Şara verir ki, deyəm bu, belə dərində qıraq olar. Bəyək dedim də, uşaq cırmaqlaşdı, bir də filan. Sən öz dərdin gəmin kəmi olsun, öz çayını, öz sevgilinlə. Dedənə, bu uşaq şəxsinə bənzəmir, ay anaqı, niyə belə danışsan? Dedi, bənzəmirə, əvrin gitsin, o deyirsən, niyə maaşı alır? Bu səs Həlibimin səsidir. Bu Əmrahın sevgisidir. Ay sizi bir görək.